Güler 68 metreden gol vurarak 10 milyon euro mükafat kazandı. Arda Güler. Əhsən bala, əlbəttə ki Arda Gülər, elə Arda gülməlidir. Mən güləsi deyiləm ki, bunu kimi oğlana param gülər, boyum ağzı patlasın. O günlər demişəm ki, get bir dəstə petruşka, bir dəstə keşkeş, bir dəstə soğan al. Gedim üstüme cimri təkər alıb gətirib. Ay sən, 84 yaşın var, ağrım. Bir qardaş, adamın adında da olmalıdır, bu Arda Gülər. Ay, adı 12 milyon eurodan başlayır. Bak Cristiano Ronaldo, Ruzi Bərəkət yağır adından. Buna bak, Mehmet Goliyev Ganda. Yok bir qatkabı İnşallah adından baş satlayır. Arda Güler ata nenesinin yubileyine Madrid şehrinin 50%'ını aldı ve hediye etti. Əhsən sənə, maşallah. Bax gör nənəsdə gör nə eləyir. Yoxsa bu öz nənəsdə mənim anama. Bayramlıqdır. Getdim arvadın qabrının üstünə bir. Getdim bir bayramlıq aldım qoyum. Axşam getdim ki konfet yoxdur. Sən 3 kilo konfetin acisisən. Öl giriyərəm. Bədbəxt adamsan da, oğruyur konfetləri. Arda Güler'in az yaş olmasına bakmayarak öz servetiyle top 90'a girdi. Ala. Bu da girdi de bala, bu da girdi. Hara girdi? Girə bilmədi. 6 dənə müəllim yanına qoydum. 10 ayda girən eləmənə girdi. Girən eləmənə girdi 60 manatdan. Yəni bir yerə girə bilmədi. Əsəbləşsin. Evet, haber ele keçirib və nəzərinizə çatdırmaq istəyir ki, Elon Musk öz oğluna təntənəli toy keçirdərək ona Bugatti hediyə elədi. Hanım mənim sigaretim çıxıb sigaret çəkim. Deyəsən Elon Musk deyir ki, oğluna bir dənə təntənəli toy keçirdib deyir. Deyir Arda Gülər 8 milyon